Salam dostlar, bugün Minecraftda sıfırdan çox gözəl bir ev eləyəcəyik. Özü də həyatda qalma modunda, yəni yaradıcı modda yox. Bu arada mən Numik. Kanalım yenidir. Abunə olub like atsanız sevinərəm. Çünki yeni kanal olduğunuz üçün dəstəyə ehtiyacınız var. Hazırsa siz like atın, abunə olun. Mən də evləri hazırlamağa başlayayım. Daha doğrusu evi hazırlamağa başlayayım. Kendi özey. Mən daha çox bağ ağacları sevirəm. Çünki bunu taxtaya çevirəndə rəngi ağappaq kimi olur da, demək olar ki. Tam ağ olmur, amma yəni mən sevirəm. Bunları taxtaya çevirək. Bir dənə crafting table eləyək. Crafting table'a girək. Bir dənə çubuq. Ay, səhv elədim. Mesela kazma yeməyəcəyim, balta eləyəcəydim. Amma neysə. Olsun yəndə dostlar. Bu odunları da qıraq. Götürək taxtalarımızı. İndi. Bir dəqiqə. İlk öncə mən bir dənə qapı götürdüm. Aa, 3 tane olmuş. Heç olmaz. Qapımız hazırdır. İndi buraya eləyək də. Düşünürəm ki, ev 2 mərtəbəli olsun. Yəni orta olacaq da ev. Nə çox böyük, nə çox kiçik. Məncə bu boyda yaxşıdır. Yeri qaz. İşin daha asan olması üçün çubuq. Bel düzelt. Dostlar, belə biraz uzun olacaq. Mən tez torpaqları qazım, qaydazım. Bəli dostlar, qazıb bitirdim. Yine döşəmələri eləyək.
Satmayacaq düzü. Ondan sonra yeni odun qıra bilərik. Bunu səhv qoy. Crafting table'ımızı da bura qoyaq. Qoyunu ovlayaq. Bize 2 dənə də qoyun lazımdır. Bəlli çünki. Sarpaya düzələcək. Hələlik bu inəyi ovlayaq. Ətrafda qoyuncunun zombidir bu. Oh. Çox yaxınlaşmaq lazım deyil belə bax. Dostlar bu arada yani ev tikme videosu 2 bölümden ibaret olacak. Bu birinci bölümdür. İkinci bölümünde mütləq atacağım. Siz de izlemede kalın. Yok, koyun tapa bilmedim. Sanmaz bu gece yatmarıq, bu gece zombilərlə falan savaşarıq deyəcəkəm. Burada kömür deyirəm. Dəmir tapdım. Qoy daş qazım. Daş qazım eləyəm. 3 sənə bəsdir, 3 sənə oldu. Bir tane de. Bize 2 tane de odun lazım. 2 tane odun kırar. Bir. Bu da 2. Bitti. Bura. Bura. Bu arada crafting table denemeye lazım. Deyəsən havada qaralır yavaş yavaş. Dostlar, mənim bir dənə taktikam var. Yəni bilirəm ki, təkcə mənə deyil də, bütün Minecraft oynayanlar eləyib zombilərdən qaçmaq üçün. İndi 64'dən çox torpağım var. Yuxarı çıxacağım. Səhər olanda da aşağı düşəcəm. Artıq çıxmaq lazım. Çıxaq yuxarıya yavaş. Yəqin ki, mənim ən qorxduğum zombi skeletlərdir. Yəni ki, buradan da vuramazlar da. Bura qədər güclər çatmaz. Bir de creeper'lara zəhləm gedir. O evin yanında olurlar elə. Baxın ki, adam vurmaq istəyir, onda da partlayırlar. Ya da pəncərədən baxırsan, yəni pəncərədən sola baxırsan, görürsən creeper var. Creeper səhə görən kimi 1-2 saniyə sonra partlayır. Ona görə mənim nə qədər evim məhv olur. Az da evin şeydən qorxuram. Nə mənada qorxuram? Gəlib dırmaşacaq bura. Mən vurar, düşərəm aşağı. Buradan düşsəm aşağı. Məncə heç yaxşı olmaz. Dostlar, yenə bu biraz uzun çəkəcək. Ona görə səhər açılsa mən gəlirəm. Bəli dostlar, səhər oldu. Ona qədər də mən taş kazım elədim. İndi ehmalca aşağı düşək.
hansı tərəf idi? Buradan gitmiş. Buraydı. Yox. Bura değildi. Deyəsən qabaqda qoyun. Süper. Bir dənə də qoyun. Bir dənə də qoyun tapsam. Çox bomba olardı. Əla, süper. Mənim üçün dəqiqə. İş tamamdır. Yun hardadır? Yunlar. Götürək. Bunları çevirək taxtaya. Bura değildi, demir tapdıq. Yox, bura değildi. Səhv saldım onu. Haraynansa. Desəm onda qabaq. Yox, bura değildi. Aha, hə, bura. Ah. Burada demir var. B'ye kazım. Gedi evin döşəməsini də hazır eləyək. Mənim baltam oradaydı. Balta hara getdi? Neyse, əlimizlə qıraq. Ya da daşdan eləyərik. Neyse, tahta kazmayla lazım. Crafting table'ı özünlə daşıyasan hər dəfə. Denesədə nə oldu? 6 dənə. 6 4'ün 24 eləyir. 2 dənə toplayayım bəs məncə. Otuz iki dənə məncə satar. Qoy biraz da qazanır. 11 4'ün 44. Əla. Bunları birinci çevirək. Neyse, orada qalsın. Yəni məncə nə olsa da satacaq, satmasa. Biz buradan götürək. Yox, satmayacaq deyiz. Yox, satan deyil. Dört tane satmalıyım. Neyse dostlar, bu videonun da sonuna gelmiş olduk. Sağ olun. Növbəti videolarda görüşmək ümidilə. İkinci bölümdə evi bitirəcəyik. Mütləq ikinci bölümü atacağım.